Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Zümrüd Bədəlovanın qızı məzun olub. Xəbər verilir ki, aparıcı bu haqda özü məlumat verib. Sosial şəbəkədə paylaşım edən Zümrüd, Allah bütün balları xoşbəxt etsin, yolunuz açıq olsun sözlərini yazıb. Bugün aparıcı Aytəkin Mərdəvanın oğlu Fərid məzun olub. Xəbər verilir ki, bu haqda o sosial media hesabında paylaşım edib. Aytəkin oğluna olan arzularını dilə gətirib. Mənim ağıllı oğlum, səni təbrik edirəm. Yeni bir həyata qədəm qoyursan. Allahdan istəyimiz budur ki, yeni həyatının da bütün anlarında sənin yanında olmağı, sənə dəstək olmağını Allah bizə nəsib etsin. İnşallah ali məktəbə qəbul olub bizi sevindirəsən.